Mesela Kitablar birinci ve ikinci ve üçüncü rəflərə Birinci, ikinci ve üçüncü. onların ümumi sayı uyğun olaraq 2, 3 və 5 ədədləri ilə tərs dolasıb Ters bağımızda 2'ler 1, K, sonra 3'ler 3, 1, K, və 5 ədədləri ilə sonra 5'ler 1, K. bölünməklə yerləşdirildi. Birinci və ikinci rəfdə kitabların ümumi sayı, üçüncü rəfdə olan kitabların sayından 38 ədəd çox olarsa, 38 de böyle çok olası. Yani 2'de 1, K, 3'de 1, K, beraber 5'de 1, K, üstüne gelinsin. 84, 38. 38. Bunlar çox olan rəfdəki bütün kitabların sayını tapın. Bütün kitabların sayı var. Birinci olarak otomatik yapıyor. 6'da 3, K, 106'da 2, K, beraber 5'de 1, K, 38. Sonra 6'da 5, K, beraberdir. 5'de 1, K, 138. Şimdi 6'da 5, K, çıkılsın. 5'de 1, K, beraberdir. 38'e. Ortam var 30'du. 30 25 K, çıkılsın. 30'da 6 K, beraberdir. 38'e. Sonra 30'da 19 K, beraberdir. 38'e. birbaşa kan tapdı adam, xəbəri birbaşa tap. Yer K, yox. beraberdir. 38'i bölürük. 19'da 30'a. İxtisara gedik dəfə 60. Aha. 60. Deyən K 60'dır. 2'də 1 K, yəni K'nın yarısına bağlıdır. O biri 30. Sonra 3'də 1 K 60'ın. Yəni eləyir 20. Sonra 5'də 1 ise 60'ın 5'də 1'i 30'da 10. 12. Çünkü 30'da 20, 50, 60'da 15. 10 ha. Yaxşı fikirləş ha, nə 15 ha? Ay, adı. Aha, sonra 12 eləyir. nə soruşur deyilmiş? Çox olan rəflərdəki bütün kitabların sayını tapın. Çok tüm rəflərin kitabı sayı var. Burada yazılır. Birinci üstte. Ay, tez elə. Ya üstte. Üçüncü de. Aha. Beraberdir. Birinci rəf 30. Üstte 20. Üstte 12. Bunlar 60. 60 değil 62. Əhsən. Halal olsun. Bu an birinci qrupa düşən suallardan biri idi. Təşəkkür edirəm. Alqışlar Kəranı. Tamam, əhsən sizə.